Səyahəti vloqdan hər kəsə salamlar. Bugün bazar günüdür və biz Azərbaycanlı dostlarımızla Potsdama hikinqə gedirik. Bugün Berlində hava bir qədər qarlıdır, amma qarlı olsa da həm də günəşlidir. Qəribə hava var idi. Düşündük ki, hikinqimizi təxirə salmayaq və gedək. Gəldik, çatdıq Potsdama və buradan gəzərək gedirik meşə tərəfə. Meşədə hiking eləyəcəyik. Və gəzintimiz çox maraqlı keçdi. Hava qarlı olsa da, soyuq deyildi. Çox gözəl, təmiz hava var idi. Bir qədər hiking etdikdən sonra artıq acdıq. Qayıtdıq Potsdam şəhərinə. Həm biraz gəzdik, həm də yemək yedik. Biz İtalyan restoranında pizza yeməyə qərarına gəldik. Çox dadlı idi pizzaları. Yemək yedikdən sonra da şəhəri biraz gəzdik və daha sonra artıq Berlinə yola düşdük. Berlinə qayıtdıq. Potsdam şəhəri Berlinin yaxınlığında yerləşir. Qatarla hardasa 20 dəqiqə, yarım saatlıq yoldur. Çox gözəl şəhərdir. Mən çox sevirəm Potsdamı. Bir dəfə bundan öncə yayda gəlmişdik. Burada Sanssouci Palace var. Çox gözəl parkı var. Sarayın özü çox gözəldir. Nə vaxtsa Berlinə gəlsəz, mütləq Sanssouciyə getməyi məsləhət görürəm. Ümumiyyətlə Potsdamı da çox bəyənəcəksiniz məncə. Belə. Bu dəfə də qışda gəldik, amma yayda təbii ki, hər yer daha gözəldir məncə. The next day.
Deməli qızlar, dünən Rozmana getmişdim və bir neçə məhsul almışam. Onları sizinlə bölüşmək istəyirəm. İlk öncə belə ağ rəngdə gel lak almışam. Təsadüfən gördüm ki, Sandima Essence markasında da gel laklar var imiş. Başqa yaxşı rəngi yox idi, ağ aldım. Daha sonra belə bir pomada almışam. Bu daha çox lip balm formasındadır və inanılmaz gözəl dodaqda qalır. Bilmirəm, buradan görürsünüz. Lip balm kimidir, parıltılıdır, dodağı qurutmur. Çox bəyəndim. Dərhal da tətbiq elədim alan kimi. Başqa rəngləri də var idi, mən bu rəngini aldım. Daha sonra belə bir qələm aldım Essence-dən. Əslində bu göz qələmidir. Belə bej rəngdə, bilmirəm ucu niyə belədir. Amma mən bunu başqa bir məqsəd üçün almışam. Bunu əsas ona görə aldım ki, məsələn, pomadanı tətbiq edəndən sonra dodağın kənarlarını aşanda onu təmizləmək üçün bir blogerdə görmüşdüm. Xoşuma gəldi bu ideya. Ona görə yoxlamaq üçün aldım. Belə. Daha sonra belə bir fiksator almışam. Fiksatorum artıq bitmişdi. Bu Essence-dən olan bir fiksatordur. Bir neçə başqa növü var idi. Mən üzüm yağlı olduğu üçün mat olanı seçdim. Amma hələ test eləməmişəm. Yoxlayanda fikirlərimi bölüşəcəm sizlə. Sonra isə belə bir duş geli almışam. Mənim dərim biraz həssas olduğu üçün TikTokda tez-tez qabağıma çıxırdı. Daha öncə DM-dən almışdım pH belə deyim tərkibli olan duş kremi. Duş geli artıq bitirdi məndə. Ona görə İsana'dan bu dəfə aldım belə bir duş geli. Əslində başqa bir duş geli də istifadə edirəm, amma ilk öncə bununla bədənimi yuyuram, daha sonra digər duş geli ilə yuyuram. Görək bu necə olacaq. Belə. Daha sonra yaxınlıqda başqa bir mağaza var idi. Oradan belə bir maska tətbiq eləmək üçün kist aldım. Bunun başlığı silikondur, səhv eləmirəmsə. Bu da endirimlə 1.95-ə düşmüşdü. Belə. Və növbəti həftə sonu Azərbaycanlı dostlarımızla Yapon pankeki yeməyə getdik. Çox maraqlı bir Yapon kafesi tapmışdım. Uzun müddətdir bura getmək istəyirdim. Axır ki gedib çıxa bildik. Çox dadlı idi pankekləri. Buradan mənim götürdüyüm krem bruleli pankek idi. Digərləri isə yenə meyvəli pankek götürmüşlər. Ancaq hamı mənim götürdüyüm pankeki çox bəyəndi. Hava çox gözəl idi. Yaxınlıqda Victoria Park var idi. Daha sonra da çıxıb orada biraz gəzdik. Salam qızlar. Bugün birlikdə məşqə hazırlanırıq. Geyinmişəm. Mən hazırlaşıb geyinirəm. Belə daha asan da olur. Artıq məşqə gedəndə, zala daxil olanda tez əynimi dəyişib məşqə başlayıram. Saçımı yığacağım. Amma bugün saçımı yumayacağım deyə saçıma belə deyim pozmaq istəmirəm. Ona görə bu formada yığacağım. Belə bir lasin geyinmişəm. Bu lasinin ətəkləri biraz trapezdir. Bunu geyinəcəm. İlk dəfə məşqə geyinirəm. Əslində mən bunu məşqə yox, belə gündəlik həyatda geyinirəm. Bugün hava çox gözəldir. Birlikdə hazırlaşaq, gedək. Belə bir jaketimi geyinəcəm. Üstdən. Daha sonra ən sevdiyim krasovkalarımdan biri olan bu Nike krasovkalarımı giyinəcəm. Görürsünüz ətəyini.
bu formada. Daha sonra bu kurtkamızı yiyeceğim. Berlinə artıq yaz gəlib deyərdim. Hava inanılmaz günəşlidir. İstidir. Hardasa 10 dərəcə isti var. Səhər duranda artıq quşların səsini eşitmək olur. Günəş görünməyən bir şeydir Berlində, amma hava çox qəşəng günəşlidir, belə deyim. Ona görə bu formada geyindim. Ümid edirəm üşmərəm. İndi sumkamı yığım. Çantamı yığaq. Bu çantamın içindəkiləri buna boşaldacağım. Pul qabım. Belə bir tiktak. Bu dodaq boyamı, yeni aldığım pomadamı qoyuram. Təbii ki, saç üçün bir neçə ləvazimat, qulaqçıqlarım, qəpik klokum. Daha sonra məncə bu qədər. Və yox, əsas lip balm, bunu da qoyaq. Bu qədər. Sumkamız hazırdır. Hazıram. Bu yeni aldığım eynəyimi taxacağım. Çox bəyənirəm bunu, çox cooldur məncə. İdman çanta. Bugün piyada getməyi düşünürəm. Əslində zal elə də uzaq deyil. O gün U-Bahn işləmirdi, bağlıydı və mən piyada olaraq getdim. Əslində heç də uzaq deyil. Birbaşa mənim məşqim olan, belə deyim, binaya hardasa 10 dəqiqəyə piyada gedə bilirəm. Ona görə düşündüm ki, hava çox gözəldir. Ondan sonra piyada gedim. Belə getdik birlikdə. Sizin üçün də çəkərəm. Biraz yolu çox gözəl çay kənarı ilə gedirəm. Körpünün üstü ilə və aşağıda da çay axır. Getdik. Moçi balam getdiyimi hiss edib gəlib qapının ağzına. Son zamanlar fikir verirəm, evdən gedəndə gəlir qapının ağzında gözləyir. Biraz ürəyim ağrır eləyəndə. Bir şeylər belədir. Get balam, get yerinə. Mən də birazdan gələcəm. Yaxşı, Məstan? İndi sizə havanı göstərəcəm. Baxın, hava nə gözəldir. Bildiyiniz aprel ayıdır elə bir. Günəşli, çox gözəl. Əsla soyuq deyil. Yəni mən belə çıxmışam. Və əsla soyuq deyil. Çox sevinirəm, havalar isinir.
gün çərşənbə olduğu üçün aş bişirməyə qərarına gəldim və özbək plovu edirəm. İlk dəfədir ki, bişirəcəm. Mən ümumiyyətlə özbək plovunu çox sevirəm və ilk dəfə sınamaq istədim. Reseptini anamdan götürmüşəm və YouTube-da baxmışam videosuna. Yaxşı alındı. Yoldaşım da bəyəndi, özüm də bəyəndim. Dadlı idi. Bu gün rəfiqələrimlə görüntülü danışmaq üçün hazırlaşıram, kafeyə gedim. Gəlin birlikdə hazırlanaq. 3 üst geyimi var. Üçündən birini geyinəcəm. İlk öncə bu Adilşikdən olan jaketi geyinib yoxlamaq istədim. Bu jaketi əslində sevirdim, amma bu lookla çox da bəyənmədim. Bir qədər uzun qaldı. Çox da sevmədim. Gəlin növbəti üst geyimini yoxlayaq. Bu qəhvəyi boz rəngdə olan jaketdir. Bu jaketi çox sevirəm. Gəlin baxaq bu lookumla necə alınacaq. Əslində məncə qəşəng görsənir. Bunu geyinə bilərəm. Amma ağlımda son bir belə deyim üst geyimi var. Üst geyimi dediyimdə jaket ya da sviter deyə bilərik. Sonuncu bir ağ sviter var. Gəlin onu da yoxlayaq, ondan sonra qərar verək. Sonuncu olaraq isə bu ağ sviteri yoxlayaq. Bu ağ sviterin də materialı çox yumşaqdır, çox sevirəm. Düşündüm ki, kürkümü geyinəcəm, bəlkə onunla uyğun olar. Pis deyildi, amma mənim niyəsə ən çox bundan öncəki jaket xoşuma gəldi və onu geyinəcəm. İndi isə keçək meykapa və hazırlaşıb çıxaq.
gün həkim qəbulum var idi. Aylar sonra axır ki Berlində həkimə gedə bildim. Sığortam olsa da bir qədər burada həkimin qəbuluna düşmək çox çətindir. Bakıdakı kimi bu gün ağrıyıramsa sabah həkimə gedim, biraz burada alınmır elə. Nəysə, axır ki getdim. Çox gözəl bir yerdə yerləşirdi klinika. Çox bəyəndim həmin rayonu. Sizin üçün də çəkmək istədim. Bunlar mənim günlük qəbul etdiyim qida əlavələridir. Hər gün səhər yeməkdən sonra qəbul edirəm. Omega 3, B kompleksi və D vitamini. Artıq belə deyim 4 aydır ki, bu ikisini qəbul edirəm. B kompleksi hardasa 2 həftədir qəbul edirəm. Çox yaxşı təsirini görürəm, belə deyim. Və yatmamışdan öncə hardasa yarım saat əvvəl aşfaqan da qəbul edirəm. Bu kapsulanı həm yatmağa mənə kömək eləyir. Çox yaxşı belə deyim, yata bilirəm və səhər də enerjili dururam. Çox belə deyim, xeyri inanılmaz çoxdur aşfaqandanın. Araşdırsaz özünüz görəcəksiniz. Belə bunları da sizə göstərmək istədim. Deməli bu yaxınlarda Zara'dan və Pull&Bear'dən bir neçə məhsul almışam. Çox bəyəndiyim bir alış-veriş oldu. Onları sizinlə bölüşmək istəyirəm. Qış endirimdən almışam aldıqlarımı bu arada. Pull&Bear'dən belə bir ətək almışam. Bunun rəngini, uzunluğunu və bu detallarını çox bəyənərək aldım. Qiyməti də çox düşmüşdü. 26 evrodan 6 evroya düşmüşdü qiyməti və mən də aldım. Bir ədəd qalmışdı XS. Daha sonra belə bir bluz almışam. Bu belə transparan bluzdur. Büzmələri var və altdan da maykası var özünün. Bu da endirimdə idi. Qiyməti 4 evroya düşüb, amma hələ geyinib baxmamışam açığı. Ümid edirəm mənə olar. Normalda XS geyinirəm, amma bu biraz dar görsənir. Və belə bir şalvar almışam. Bu biraz transparandır, çox sərindir. Bunu belə deyim, bikinilərin üzərinə yayda geyinmək üçün almışam. Çox bəyənərək aldım. Bu da endirimlə 10 evroya düşmüşdü. XS yox idi, S bədən var idi. Mən də S bədən aldım. Pull&Bear'dən aldıqlarım bu qədər idi. Zara'dan da bu yaxınlarda bir neçə alış-veriş eləmişəm. Çox gözəl şeylər almışam məncə. Gəlin onları da sizə göstərim. Deməli belə bir ətək almışam. Bu ətəyi endirimlə 10 evroya almışam qızlar. Çox gözəldir, çox bəyənərək belə deyim aldım. Rəngi, dama olması filan möhtəşəmdir. Uzunluğu da çox idealdır, çox qısa deyil. Çox sevərək geyinəcəm bunu. Daha sonra belə bir paltar almışam. Bunu belə deyim, bu 50 evrodan 13 evroya düşmüşdü. Materialı çox nazik deyil, biraz bambazi fason materialdadır. Bu paltarı tişörtün üzərindən geyindim. Çox gözəl qaldı. Düşünürəm ki, bu tişörtün üzərindən və batinka ilə filan çox cool görsənər. Biraz belə bohemian stildə maraqlı məncə alınar. Belə və qızlar, bu köynək. Bunu o qədər bəyənərək almışam. Bunu kişi bölümündən almışam. Rənginə baxın siz bunun. Bunun belə deyim, rəng keçidləri, ümumi özü inanılmaz gözəldir. Belə vintage, retro belə deyim, bu havası var. Mən ümumiyyətlə retro stildə geyimləri və yaxud vintage belə əşyaları, geyimləri çox bəyənirəm. Bilmirəm, özümə yaxın hiss eləyirəm və bunu görən kimi vuruldum. S bədənini aldım. Çox bəyənirəm bu köynəyi. Hələ geyinməmişəm. Səbirsizliklə bunu kombinləməyə gözləyirəm. Mən deyərdim ki, bu alış-verişin ən bəyəndiyim parçası bu dəri gödəkçə oldu. Bu dəri gödəkçədən bir ədəd qalmışdı. Yalnız XS bədəni qalmışdı. Bu gödəkçəni 30 evroya aldım. Buna baxın, necə gözəldir. XS olsa da belə çox dar deyil, qolları filan görürsüz boşdur və qollarının buradan bu formada tikişi var. Həmçinin arxasının bu formada büzməli olması və standart dəri gödəkçə formasında olmamasını çox bəyəndim.
bir qədər pencəyi xatırladır və həmçinin bu da məncə biraz retro ab-havadadır. Yəni çox sevərək aldım. Bunu da səbirsizlə geyməyi gözləyirəm. Təsəvvür edirsiniz bu mənim Zara'dan aldığım mokasinlərlə necə gözəl olar. Tezliklə bunu kombinləməyə gözləyirəm. Bu qədər. Bütün belə deyim Zara'dan aldığım bütün bu alış-verişə səhv eləmirəmsə 75 evro vermişdim. Bir də adi basic bej rəngdə uzun qol köynək almışam, amma onu tapa bilmirəm, hardadır bilmirəm, onu göstərə bilmədim. Amma yəni əsas aldıqlarım bunlar idi. Ümid edirəm yadımdan heç də çıxmayıbdı, çıxmamalıdır. Bu qədər. Sizinlə də bölüşmək istədim. Bir də qızlar, bu body scrub'ı göstərmək istəyirəm. Bunu inanılmaz çox sevirəm. Qoxusu inanılmaz möhtəşəmdir. Yeni duşdan çıxmışam. Yadıma düşmüşkən sizə də göstərmək istədim. Yəni qoxusu belə kokos ətri gəlir. Sanki belə günəş yağlarının iyini verir, zaqar yağlarının. Mənə yayı xatırladır. İnanılmaz gözəldir. Həm də ən sevdiyim cəhəti odur ki, bunu istifadə edəndən sonra dəri həqiqətən də nəmli olur. Bilmirəm, bəzi insanlar məsələn sevmir yağ tərkibli duş məhsullarını, amma mənim bədən dərimin inanılmaz qurudur. Əsasən də qışda. Ona görə belə deyim, davamlı yağ tərkibli məhsullar istifadə edirəm, skrab istifadə edirəm, sonra duş yağı istifadə edirəm. Hal-hazırda L'Occitane'dan istifadə edirəm, amma Bioderma'da istifadə eləmişəm. Hətta çox böyük ölçüsünü almışdım Bakıda, o qalıbdı. Buradan isə L'Occitane'ı aldım. L'Occitane'ın da qoxusu inanılmaz gözəldir. Onu da indi göstərərəm sizə. L'Occitane'dan da istifadə etdiyim duş yağı budur. Bunu duşda bədənə tətbiq edirsiniz. Daha sonra su ilə axıdırsınız. Bədəndə nəmli effekt qalır. Yəni duşda bədəni nəmləndirmək üçündür. Təbii ki, mənə kifayət eləmir. Duşdan sonra da mütləq bədəni nəmləndirirəm. Belə. Bu cür məhsullar istifadə etmək istəyirəm. Kesinliklə olar.